niyə indiyə qədər heç bir Quran tərcüməsində bunlar yoxdur? Mən adamdan soruşuram ki, nə qədər Quran tərcüməsi var? Quranın ümumiyyətlə ilk tərcümələrinin Quranın gəlişindən əsrlərlə sonra edildiyindən xəbərimiz varmı? Və yaxud da Quranın ilk çapının, İncilin də çap edilməsindən 395 il sonra ilk dəfə çap edildiyindən xəbərimiz varmı? İlk dəfə, məsələn, 1490-cı illərdə mətbaa ortaya çıxmasına baxmayaraq, İslam dünyasındakı mətbəənin ortaya çıxması 280 il əgər keçirsə, demək ki, burada biraz sorğulamalı məsələlərimiz var. Yəni, alimlər bəli var, sadəcə adlarını bilirlərmi indi desə? Və yaxud da eşitibdilərmi? Və yaxud da elə bir adamlar var idi ki, bu fikirlərdən görə bəzi ölkələrdə, məsələn, ev həbsindədir. Adamın dünya ilə heç bir əlaqəsi yoxdur. Amma indi ev həbsində olduğuna görə, internet resurslarına çıxa bilmədiyinə görə məhv olur, gedir. İkinci bir məsələ. Və yaxud da Azərbaycandan mənim, məsələn, İslamda yoxdur adlı kitabım qadağan olunur. Yəni, bu kitabdan xəbərləri varmı? Oxuyubdularmı? Orada yazılanlardan məlumatlıdırlarmı? Baxın, həmin kitabda da qeyd edirəm ki, İslamda az yaşlıların evləndirilməsi və yaxud da ərə verilməsi anlayışı yoxdur. İslamda bu günlərim insanların ortaya atıb bir biznesə çevirdikləri cadugərlik anlayışı yoxdur. Mən orada qeyd edirəm ki, bu günlərim imtiyazlı bir sinif kimi təqdim olunan seyidlik anlayışı yoxdur. Mən qeyd edirəm ki, bu günlərim dirilər üçün göndərilən Quran ölülər üçün ola bilməz, dirilər üçün göndərilibsə bu bizim həyat kitabımızdır, həmin həyat yolumuzdur. Buna səsləyirəm mən. Özümə səslənmirəm ki.